xəstənin ziyarətinə getmişdim. Yaşlı bir kişidir, xərçəng xəstəliyindən əziyyət çəkir və bir neçə gündən sonra adam dünyasını dəyişəcək. Yaşlı həyat yoldaşı var, mənə deyir ki, elə bir dövrə gəlib çıxdıq ki, həmişə etdiyim duanın əksini yaşayıram. Həmişə dua eləyirdim ki, Allah məni heç kəsə möhtac eləməsin. Bu günləri deyir, mənim yoldaşım da gəlinimizə möhtacdır və bizim problemlərimizi onlar həll eləyir. Yeməyimizi, içməyimizi, ayaq yoluna gedəndə belə bunlar bizi aparırlar, eləyirlər. Və deyir ki, ancaq mən həmişə istəmişəm ki, heç kəsə möhtac olmayım. Mən ona qayıtdım, dedim ki, xala, bu dua yanlış duadır da. Sən deyəsən ki, mən heç kəsə möhtac olmayım. Bu həyata keçməyən duadır. Ona görə ki, biz cəmiyyətdə yaşayırıq. Həyatımızın hansısa halında biz kimlərəsə möhtac olacağıq. Sən ancaq bu cür dua eləmədə, sən denən ki, məni yaxşı insanlara möhtac elə. Çətin günümdə həmişə yanımda yaxşı insanlar olsun və yaxşı insanlara mən əl aça bilim. Çünki həyatda bütün şeyləri mən tək eləyim, yəni çətinlikdə mənim yanımda heç kəs olmasın. Bu alınmaz bir şeydir. Və dedim ki, gəlinin necədir? Bu yaxşılıqlara görə nəsə bir minnət qoyur, deyir, yox. Deyirəm, onda əslində sənin duan elə həyata keçib də. Sənin bu dəqiqə elə bir yaxşı gəlinin var, yaxşı övladın var ki, bu çətin gününüzdə sizə əlindən gələn yaxşılıqları eləyirlər. Yəni ona görə dedim, narahat olma. Bu şərq insanıdır. Mən bunları qərbli bir insana danışsam və o auditoriyanın qarşısında çıxış eləsəm, bu misalı heç vaxt çəkmərəm. Çünki sizlər empati qurdunuz məni ilə. Qərb insanı deyir ki, bu nə danışdı, bu nə dedi? Ümumiyyətlə, sən o yaşlının ayaq yoluna niyə aparmalısan? Yəni, mən onlarla ünsiyyət eləyirəm, onlarda belə bir anlayış yoxdur. Onlar deyir ki, yəni yaşlının xüsusi bir sığınacaqları var, aparırsan, ora qoyursan və orada ona baxırlar. Bundan bitdi. Yad əsərini kim oxuyub? O yad əsərində baş qəhrəmanın anası ölür. Anası ölən gün anlayır ki, anası ölüb, bunun anası var, gedin onu dəfn eləyir və övlad ancaq lazımdır ki, valideyni orada aparıb dəfn eləsin. Yəni, onlar üçün bu çox pafosludur da. Yəni, biz üçünsə ancaq bu rutin həyat tərzidir. Bu cür yaşamaq, o cür yaşamaqdan, yəni sığortasız yaşamaqdan daha yaxşıdır mənə görə.